Bağça işə qəbul və sertifikasiya hazırlaşan tərbiyəçi müəllimlər. Mən Edukompaniya təsis şirkətinin məktəbəqədər təhsil sahəsi üzrə təlimçisi Zəhra Zamanova. Təlimin təşkili prinsipinə verilən bir sıra tələblərimiz var. Bu gün onlar haqqında qısa bir məlumat vermək istəyirəm. İlkin öncə biz bilməliyik ki, təlimin təşkilinə verilən tələblərimiz hansılardır? Uşaqların istəyini, meylini, marağını, tələbatını nəzərə almalıyıq. Hər bir uşağı fiziki və psixi zorakılıqda qorumalıyıq. Valideynlərlə daimi əməkdaşlıq etməliyik və hər bir zaman uşaqların sağlam qidalanması, gigiyena qaydalarına əməl etməsinə təmin etmiş olmalıyıq. Məktəbəqədər təhsil sahəsi üzrə ilk prinsipimiz şəxsiyyət yönümlülük prinsipidir. Biz bunu açan məqamla necə yadda saxlamalıyıq? Əgər siz cümlədə məlumatın şüurlu şəkildə qavranılması, məlumatı tam şəkildə mənimsəməsi, hər bir uşağın fiziki bacarıqlarını nəzərə almaq və hər bir uşağı şəxsiyyət kimi yanaşma görürüksə, biz bu zaman şəxsiyyət yönümlülük təlimin təşkili prinsipi götürmüş oluruq. İkinci təlimin təşkili prinsipi differensiallaşdırma və fərqləşdirmədir. Ümumiyyətlə, yadda saxlamalıyıq ki, əgər biz cümlədə hər bir uşağın meyl, maraq və tələbatını nəzərə almaq görürüksə və hər bir uşağın güclü və zəif tərəflərini müəyyən etmək görürüksə, burada da yenə avtomatik differensiallaşdırma və fərqləşdirmə təlimin təşkili prinsipini götürmüş oluruq. Üçüncü təlim təşkili prinsipi idrak fəallığı. İdrak fəallığı kognitiv xarakter daşıyır. Kognitiv sözünün hərfi mənası idrak deməkdir. Yəni, əgər biz cümlədə məlumatı araşdırır, axtarır, niyəsini axtarır, səbəb-nəticə əlaqəsini qurursa, yenə də burada götürmüş oluruq idrakın fəallığı təlimin təşkili prinsipi. Dördüncü təlimin təşkili prinsipi əyanilikdir. Əyanilik, uşaq burada məlumata motivasiya vermiş oluruq, stimul vermiş oluruq. Tətbiqi biliklər hafizə üzərində uzun müddətdə qalmış olur və əyanilik prinsipinə əsaslanaraq artıq uşaq məlumatı tez, asan yadda saxlamış olur. Növbəti təlimin təşkili prinsipimiz nəticə yönümlülükdür. Nəticə yönümlülük produktiv nəticə alma qabiliyyətə malik olmalıdır. Yəni, biz işimizi əvvəlcədən görüb, işimizi əvvəlcədən planlamalıyıq ki, istədiyimiz bir nəticəni əldə etmiş olaq. Sonuncu təlimin təşkili prinsipi isə əməkdaşlıqdır. Əməkdaşlıq prinsipində valideyn, uşaq, müəllim, bermud bıçağı düzgün qurulmalıdır. Valideyn daima öz övladı ilə bağlı məlumat almalıdır. Və hər bir tərbiyəçi müəllim hər bir uşaq haqqında valideynə daima məlumat verməlidir və valideynlər üçün güşələr təşkil olunmalıdır.